Tamam. Könüllülüklə bildiyim qədərilə məşğul olmusan. Bu necə oldu? Necə tanış oldun könüllülük proqramı haqqında məlumatlarla? Hardan əldə edirdin bu məlumatları və ümumiyyətlə tələbələr tələbə vaxtı ikən bu proqramlara qoşulmaq istəyirlərsə, daha çox nələr etsələr yaxşı olar? Əslində mən əvvəl Şəki rayonundan olmuşam. Ona görə də yəni o vaxtları heç bir əlaqəm yox idi könüllüklər barəsində, marağım da yox idi belə deyim. Və ilk olaraq Bakıya gələndə, universitet qəbul gələndə və burada ilk olaraq Heydər Əliyev İdman Sarayında konkret buz arenasında könüllü kimi fəaliyyət göstərmişdim 4 ay. Və burada əvvəl onu demək istəyərdim ki, mənim fikrimcə mütləq tələbələr ki, könüllü olmalıdır. Yəni mən əvvəl çox ünsiyyətçil insan deyildim və ora getdikdən sonra həqiqətən ünsiyyətim açıldı. Yəni insanlarla daha çox yaxşı sosiallaşırdım. Ondan əlavə olaraq Formula 1-də könüllü olmuşam təzəlikcə, RIB-də könüllü olmuşam və Səyyar Gənclər Təmkin könüllü olmuşam bir müddət. Bu haqqda məlumatları hardan əldə edirdin? Sosial Sosial mediadan, mediadan. yoxsa universitetdə bəlkə qruplarınız var, sizə məlumat göndərirlər, tələbələr həmin qruplara qoşulsalar Hə. faydalı olar. Əslində universitetin qrupları yox idi, amma sosial mediadan maraqlanırdım, ona görə gedirdim. Könüllülük sənə hansı real bacarıqları qazandırdı ümumiyyətlə? Əsas könüllülük mənə yeni dostlar edindirdi, həm də ki, ünsiyyət bacarığımı daha çox artırmağa başladı. Ondan əlavə olaraq timdə işləmək və liderlik bacarıqlarının artması da bundan səbəb oldu.